Kəndin ortasında Molla Nəsrəddin eşşəyinin üstündə oturub, amma eşşək yerindən tərpənmir ki, tərpənmir. Molla nə qədər get deyirsə, heyvan daş kimi dayanıb. Camaat yığılıb gülüşür. Biri deyir, ay Molla, düş aşağı, bu heyvan gedən deyir. Molla gülümsüyür, əyilib eşşəyin qulağına nəsə pıçıldayır. Bunu eşidən eşşək gözlərini bərəldir və formula bir maşını kimi yerindən götürülür. Toz duman qalxır. Camaat təəccüblə Mollanın arxasıca qışqırır. Ay Molla, sən bu heyvana nə dedin ki, belə qorxdu? Molla uzaqdan qışqırır. Xeşnə, dedim ki, əgər yeriməsən, səni də özüm kimi oxudum, molla edəcəm.